20 yanvar faciəsinin 36-cı il dönümünə sayılı günlər qalıb. Vətənin müdafiəsi uğrunda canını fəda etmiş insanların əziz xatirəsinə ucadılan Şəhidlər Xiyabanında faciənin il dönümü ilə əlaqədar hazırlıq işlərinə artıq başlanılıb. Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür. Hazırlıq işlərinə yanvar ayının 6-sından etibarən başlanılıb. Zədələnmiş plitələr dəyişdirilib, ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur. Azadlığımızın memarlarını qucaqlayan Şəhidlər Xiyabanı ərazisində bu ildə faciəni anmaq məqsədi ilə müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə isə təcrübəli mütəxəssislər və landşaft dizaynerləri cəlb olunub. Hazırlıq işlərinin getməsinə baxmayaraq, şəhidlərimizin əziz xatirəsini ziyarət etmək üçün artıq şəhid ailələri və məktəblilər qruplar şəklində Şəhidlər Xiyabanına gəlməyə başlayıblar. Yatır burada qoca cavan, o günlərin şəhidləri. Qeyd edək ki, hazırlıq işlərinin yanvarın 19-na dək başa çatdırılması nəzərdə tutulub. Yanvarın 20-si səhər saatlarından etibarən Şəhidlər Xiyabanı kütləvi ziyarətə açıq olacaq və xalqımız tariximizin ən qanlı faciələrindən birini 36-cı dəfə anacaq. Fatimə Əliyeva, Pərviz Allahverdiyev, Bizim Media.